Hörmətli müştərilər, nəzərinizə çatdırmaq istəyirəm ki, artıq bütün avtomobillər hamısı Qazaxıstan ərazisindədir və buradan Azərbaycana yola salınır. Bu Çin avtomobilidir. Yük maşını buradan keçir Qazaxıstan ərazisinə, orada boşaldılır və yenidən avtobusa yüklənilir, yola salınır Azərbaycana. Sifarişlərinizi gözləyirik. İlin axırına kimi vaxtınız var. Ödəniş olduğu halda avtomobil yanvar ayında təhlükəsiz şəkildə Azərbaycana çatdırılacaq.